Göyçayın Veysəlli kənd sakinləri kənddə fəaliyyət göstərən İbtidai Ümumi Təhsil Məktəbinin bağlanmasına etiraz edir. Onlar azyaşlı övladlarının uzaq məsafədə yerləşən şəhər-kənd tam orta məktəbinə gedib gələ bilməyəcəyini deyir və bu məsələ onları təbii ki, ciddi narahat edir. Məktəb niyə bağlanır? Baxaq. Məktəbimizdə də hal-hazırda 17 dənə uşaq təhsil alır, hansı ki o uşaqlar da birinci sinifə gedən uşaqlardır. Bizə məlumat veriblər ki, 7 kilometr yarım aralda bizim qonşu kənddə Şəkər kəndində məktəb var. Uşaqlar ora gedib gəlməlidir. Bir gün də bizim Göyçayın ən ucqar kəndlərindən olan bir kəndimizdir. Marşrut yox, minik yox. İndi bu uşaqları biz birinci sinifə gedən uşağı necə aparaq və necə dala gətirək? Söhbət Göyçayın Veysəlli kəndində yerləşən İbtidai Ümumi Təhsil Məktəbindən gedir. Göyçay şəhərindən təxminən 25 kilometr məsafədə yerləşən, 79 təsərrüfatı olan kənddə yaşayan bir qrup sakin deyir ki, hazırda məktəbin 23 şagirdi var. Valideynlər şagirdlərin köçürüldüyü rayonun Şəkər kənd tam orta məktəbində övladlarının təhsil almasına etiraz edirlər. Bunun üçün səbəbləri də var. Biz sevindik ki, bizə təzə məktəb, moda tipli məktəb tikilib. 2016-cı ildə, 17-ci ildə bizə bu təhvil verilib, sevindik. Uşaqlarımız təhsil aldı. Amma bu ildən bunlar indi belə qərar çıxardıblar ki, bu balaca məktəblər, uşağı say olan az məktəblər bağlansın. Mənim nəvəm birinci sinifə məktəbə gedir. Mən ondan ötəri Göyçay rayonunun təhsil şöbəsinə yaxınlaşmışdım ki, uşağı qeydiyyata aldırtdırım. Mənə oradan dedilər ki, sizin uşağı biz qeydiyyata almırıq. Bəs sizin məktəbinizi bağlayacağıq, sizi başqa məktəbə yönləndirəcəklər. Bunun qışı var, yağışı var, çoğunu var, yol iriz hamısı çaqqal, it doludur. Bu uşaqlar 8 kilometr birinci sinif uşağı Şəkər məktəbinə gedib, geri qayıda bilməz. Şəxsən mənim 2 uşağım gedir, mən qoymayacam. Nəqliyyat yoxdur, vermirlər. İstəmir budur ki, bizim məktəbimizi yəni fəaliyyətə versinlər. Avtobusla da lap yola salınsa, avtobus havaya gəlib getmir bura. Havaya gəlib getmir. Ona görə ki, bizə lazımdır ki, məktəbi bağlanmasın. Təzə məktəbdə tikiblər burada gül kimi. Bunu nə üçün bağlayırlar? Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirildi ki, 2026-2027-ci tədris ilində şagird sayının az olduğu Göyçay rayonu Veysəlli kənd İbtidai Ümumi Təhsil Məktəbinin optimallaşdırılması proqnozlaşdırılır. Modul tipli məktəbdə təhsil alan şagirdlərin yaxınlıqda yerləşən ümumi təhsil müəssisələrinə yerləşdirilməsi və xüsusi nəqliyyat vasitəsilə daşınması nəzərdə tutulub. Səadət Ayaz qızı, Samir Cəbiyev, ATV Xəbər, Göyçay.